Uşaqlar arasında hal-hazırda daha çox yayılan virus influenza və sinsitial respirator virusdur. Düzdür, COVID-19 pandemiyasını törədən SARS-2 virusunun omikron ştamının mutasiya variantları da davam edir. Sonra rinoviruslar bəzən davam edir və bütün bunlar hamısı ümumi qarışıq epidemioloji vəziyyət yaradır. Təəssüflər olsun ki, pandemiyadan sonra immun sistemi xeyli zəiflədiyindən xəstəliyin daha ağır gedişə malikdir. O cümlədən indiki situasiyada və uşaqlar arasında yayılan virus da elə həmçinin bu şəkildə davam edir. Və ilk növbədə yuxarı tənəffüs yollarının katarı, iltihab əlamətləri müşahidə olunur. Burun tutulması, sonra burun axması, askırma, öskürmə, atəş, qızdırma, yəni baş, boyun, bel ağrıları, ümumi intoksikasiya əlamətləri və əgər bu dövrdə uşaqlar yataq rejimində olmadıqda, sonra bol maye qəbul etmədikdə, lazımi qaydalara əməl etmədikdə, ayaq üstə təkrar soyuq dəymə, immun sistemin zəifləməsi xəstəliyin aşağı tənəffüs yollarına nüfuz etməsinə gətirib çıxar ki, bu da ağciyərin iltihabına, pnevmoniyaya gətirib çıxara bilər. Pnevmoniya ağır xəstəlikdir. Yəni bu inkişaf edib ağciyər absesinə, qangrenasına, ağciyər ödeminə gətirib çıxara bilər, bölümə gətirib çıxara bilər. Ona görə də pnevmoniya diaqnozu qoyulubsa, yaxşı olar ki, bu uşaqlar hospitalizasiya olunsun. Çox ciddi həkim nəzarət altında müalicə olunsun. Təəssüflər olsun ki, pnevmoniyanın əmələ gəlməsinin bir səbəbi də səhlənkarlıqdır. Bir səbəbi də xəstəliyə görməzdən gəlməklikdir. Xəstəlik ola-ola ayaq üstə gəzmək, yəni bunun profilaktika tədbirlərini əməl etməmək. Bunlar da gətirib sonda bu vəziyyətə çıxarır. Xəstəlik zamanı deməli antibiotiklərdən istifadə qətiyyən məqsədə uyğun deyil. Çünki antibiotikin virusa təsiri yoxdur. Yalnız bakterial infeksiya qoşulduqda, pnevmoniya başladıqda onda antibiotiklər ancaq həkim təyinatı ilə qəbul edilə bilər. Xəstəxana şəraitində yalnız.